Yetim Sabirin özü xəttədir. Buyurun, bəy, təkrar sizi salamlayıram. Alo. Salam aleyküm, salam. Qabir ki, nə dərsən qızcığısın? Nə var, nə yox? Sağ ol, var ol, qardaş. Bu nə məsələ idi? Bu Yanımızdakı qardaşları da salamlayıram. Allah hamının kömək olsun. Salam olsun düz doğru yaşayanlara. Qardaş, sənin ürəyinə qurban olaram. Bizim siyasətlə, hökumətlə, bizim nə ilə? Bilsən, mən özüm Krasnı Vlasda najat eləyən adamam. Absolutno biz bu siyaset temasında kardeş bizim seninle ne işimiz var? Sen böyle öz yolun var, bizim öz yolumuz var. Lüboy bir Azerbaycanlının harda nümunəsinə çala. Senin özün de mən yıxsan ki yetim nucdan var, mən sənin qulluğunda olaram. Nə o birisi Xaqozdan da, bu birisi də, bu birisi də. Mən prosto istəyirəm, ürəyim sənə qurban olsun. Mənim telefona Datovostefin nabijniklərim çoxdur. Onlar bir dəqiqə, nə bilim, məsələ eləyirlər, istivas edirlər ki, tipa qarıcı qabil. Aydındır. Mən sənə qarşı burada heç Priderdən kənar bir kəlmə də kəsmədim. Yəqin ki, izləyibsiz bəlkə də efiri. Sadəcə dedim bu yetim Sabirdirsə, bu banda denil adamdır. Çox sağ olun ki, sizin qardaşınız çıxıbdı Manaf Cəzadən əlaqəyə. Sonra mənə özünüz bax indi zəng elədiniz. Çox təşəkkür edirəm ki, hər şeyə aydınlıq gətirdiniz ki, o siz deyilsiniz. Qardaş, bizim düzümüzü Rəbbim şakir hökumət əyə bilməz. Allah hamının canını sağ eləsin. Sən də uğurlar arzu edirəm. Qabil, nə sözün qulluğun olsun. Sağ olun, nə qulluğumuz olasın. Bizim yolumuz Məmmədəmin yoludur, Biden yoludur, NATO yoludur. Sizin də yolunuz Quli yoludur, Bəxtiyar yoludur, Hikmət yoludur. Allah hərənin yolunda işini avant eləsin. Çox təşəkkür edirəm. Sıram əllərini prokurorun boğazı kimi. Sağ ol, var ol, çox təşəkkür edirəm. Sağ ol, çox sağ ol. Sağ ol.